Deməli, bu gün Pythondan baxırıq kəsiklərə. Kəsiklər. Kəsiklər hansı tipdə olur? Kəsiklər sətir tipində və siyahı tipində olur. Sətir, bir də siyahı. Sətir dedi ki, nə adlanır? Sətir STR tipidir. Siyahı da hansı tipdir? List şəklində olur. Baxın, əgər yazsaq ki, Pythonda A bərabərdir informatika. Və burada indeksini istəsək. A yazsam 4 2 nöqtə. Bu nə deməkdir 4 2 nöqtə? 4-dən başlayıb birinci soldan əgər müsbətdirsə bunu nömrələyək. 0-dan başlayırıq. 0 1 2 3 4 5 6 7 8 9 10. Soldan sağa doğru nömrələdik. 0-dan başladıq, nömrələdik. 4 2 nöqtə varsa 4-dən o tərəfə götürürük. 4-ün özü də daxil olur. 4-dən axıra qədər yazırıq. Enteri bassaq bizdə nə çıxacaq cavab? Cavab çıxacaq ermatika. Yaxşı, indi mənə nazlı desən A7 yazıb 2 nöqtə qoysam ekranda nə olar? Deməli, dördüncü, yedinci T-dır. Tika olmalıdır, 7 daxil Aha, olmalıdır. bəli, pika olacaq. Aysa, bu zaman olacaq tika. Biz nəyə baxdıq indi? Müsbətə baxdıq. Müsbətin bir başqa versiyası da var, ona da baxaq. Biz nöqtəni sonda qoyurduq, düzdür? 4 yazıb 2 nöqtəni sonra qoyurduq. Əgər belə olsa, 2 nöqtə yazsaq ki, A, 2 nöqtə 4. Bu zaman nə olacaq? 2 nöqtə 4 o deməkdir ki, əvvəldən başlayacaq 4-ə qədər. Amma 4-ü götürməyəcək. Son qiymətdə burada qeyd edək. Son qiymətdə kəsici olunur. Son qiymətdə kəsici olunur. 0-dan başlayacaq 4-ə qədər, amma 4-ü yazmarıq. Nə olacaq? Olacaq info. 4-ü götürməliyik. İndi bilin yazın, bunu siz mənə deyin. Yazsam ki A 2.7. Bu zaman nə olacaq? Informaya qədər. Informa, bəli. A isə 7. Salam. Salam Fərid. 7-ni bax götürməyəcək. Nə olacaq? Olacaq informa. Dedi ki, kəsiklər iki tipdə olur. Sətir tipində və siyahı tipində. Sətir ingiliscəsində STR adlanır, siyahı list adlanır. Əgər soldan sağa doğru baxırıqsa, soldan sağa doğru nömrələnmə 0-dan başlayır. 4 2 nöqtə qoysaq, 4-dən götürəcək sona qədər. Əgər yaxşı belə olsaydı, 4 2 nöqtə dedik, 4-dən başlayırıq axıra qədər. 7 2 nöqtə olsa, 7-dən başlayırıq, 2 nöqtə qoyuruq. Və 2 nöqtə 4 qoyduq, dedik ki, son qiyməti kəsik götürmür. Əgər belə olsaydı, 2 nöqtə 50 olsaydı, bu zaman sizcə cavab nə olardı? 0 olardı. Yox, cavab 0 olmayacaqdı. Necə ki 2 nöqtə 4 qoyanda 4-ə qədər götürmürdük. Əvvəldən götürürdük 0-dan, 4-ü götürmürdük. Axırıncı rəqəm Hamısını info olur. götürəcək. Aysa, əgər 50-dirsə hamısı olacaq. Düzdür, burada 50 dənə simvol yoxdur, 10 dənə simvoldur. Amma hamısını yazacaq. Biz indi bunun müsbətinə baxdıq. Bir də var bunun mənfisi. Gəlin indi mənfisinə baxaq, mənfidə necə olur. Yəni mənfidə necə müsbətdə soldan sağa doğru nömrələnirsə, mənfidə isə sağdan sola doğru nömrələnəcək. Bax, bura olacaq -1, -2, -3, -4, -5, -6, -7, -8, -9 və -10. İndi desəm ki, 2 nöqtə -11. Bu zaman nə olar? 2 nöqtə -11. -11 yoxdur, düzdür? Yoxdursa boşluq olacaq. Gəlin bunu silək. Bir dəfə də təmiz səhvədə izah edeyim. Yazaq burada informatika sözü.
Müsbətdirsə əgər soldan sağa doğru nömrələnir. Mənfidirsə sağdan sola doğru. -1, -2, -3. Bu -4'tür. Bu sıfırdan başlamır da elə. Bu sıfırdan başlamır, bəli. -1'dən başlayır. Çünki -1'dən başlayır axı. Müsbət isə sıfırdan başladığı üçün sıfırdan yazıb. Burada nə isə səhv etdik. Aha, -11 düz yazdıq. Yazsaq ki, A 2 nöqtə -11. Nə demişdik? Kəsik sonuncu qiyməti götürmürdü, düzdür? Sonuncu qiymətimiz nədir? -11. -11 sonuncu qiyməti götürməyəcək. Bu zaman bunun cavabı nə olacaq? Bunun cavabı olacaq boşluq. Aydındır. Müəllim, indi niyə boşluq oldu ki? Yəni bir dənə i hərfini götürmürük. Elə eləyə bilmərik. Sonuncudur axı. Sonuncu olduğuna görə götürməliyik. Biz nə dedik? Kəsik son qiyməti almır. -11 də son qiymət olduğu üçün götürmürük. Amma bax, indi sənə dediyim kimi 2 nöqtə -10 qoysaq, nəyi çap edərik? Sonuncu qiymətə, sonuncu qiymətdən Forma. Formatika. İni çap edər də. yeni çap edəcək, bəli. Boş yeni çap edəcək. Hmm, -2 nöqtə, 2 nöqtə -10 qoysa yeni çap edəcək. Bax, A 2 nöqtə -2 yazsaq nəyi çap edər? informativ K daxil olmamaq şərti ilə. A sağ. Bu zaman çap edəcək informativ. Kimə nə aydın olmur? Dedik mən kəsik sonuncu qiyməti almır. Sonuncu qiyməti almır, bəli. İndi bax, burada da -2'yə qədər informativ sözünü götürəcək. Aydındır. Bəli. Gəl ardına baxaq. İndi bir rəqəmliyə baxırdıq. İndi isə baxaq 2 rəqəmliyə. Yazıram burada informatika. A 2 6 yazsam. Bu zaman hansı söz yazılar? İkidən forma. Aha. Deməli 2 6'dırsa nömrələsək. 0, 1, 2, 3, 4, 5, 6. 2 daxil 6'ya qədər. 6'nı götürməyəcək sonuncunu. Nə olacaq? Form. Birini də yazım, siz deyin. Bu olsun bizim ayımızdır. 3'dən 50'ye qədər. Bu zaman hansı söz yazılar? Matematika. Aysel 3'ten başlayacaq. 50'dirsə axıra qədər. Ormatika. İndi mənfilərdə baxaq. A -9, -3 yazıram. Bu zaman nə çap olunar? Bunu bilmək üçün nə edərik? Mənfi üzrə nömrələyərik. Nömrələyək. -1. Aha, -9'dan -9'dan -3'e qədər. Nə demişdik? Sonuncu rəqəm daxil deyil. Bu zaman nə çap olunar? Format. 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 Çünki 3 iyi yazmarıq. Format. Fərid, aydın olur sənə? Bəli, müəllim. Ha, Fərid dəstədir. Bəli, müəllim. Aydın olur. Bəli. Bir söz soruşa bilərəm. Aha, buyur. İndi biz burada -3'e düşən nöqtə i idi. Daha doğrusu hər. Onu biz götürmədik. Amma -9'a düşən f idi, onu götürdük. Yəni bu birincini götürürük mənasındadır. Bəli. Başlanğıcı götürürük, başlanğıc qiyməti. Amma son qiyməti nə edirik? Son qiyməti həmişə götürmürük. Başa düşdüm mən.
2 rəqəmlisinə baxdıq. İndi bunun baxaq 3 rəqəmlisinə. Yine yazaram burada informatika sözü. Burada yazaram A, 2, 9, 3. Bu nə deməkdir? Buradakı 2 bizim başlanğıc qiymətimizdir. Algoritmdə olduğu kimi. 9 bizim son qiymətimizdir. 3 isə nədir? 3 irəli addımdır. İrəli addım. Deməli, başlanğıc qiymətimiz nədir? Başlanğıc qiymətimiz 2-dir. Üstünə hər dəfə 3 gələcək. 5 olacaq. 5-in də üstünə 3 gələrəm 8. Əgər növbəti bir dəfə də 3 gəlsəm 11 edir. 11-i götürmək olmaz. Deməli, 300 addımla 2-ni, 5-i, 8-i çap edəcək. 0, 1, 2. For in range var. Ona uyğundur. Geriye Necə? sonucun götürülür. Python'da orada for in range. Bəli, sonuncu qiyməti götürmürük. İndi bax, burada ikinci qiyməti çap eləyəcək. F-i çap edəcək. Daha sonra 5-i çap edəcək. Bir də 8-i. Nə olur? F, M, I. Fimi. Aydındır. Bəli, Kimə nə qaranlıq qaldı? Aydındır. Sonda bir sual yazıram. Bunun cavabını siz deyin. Deməli yazıram burada A, 3, -3, bir də 2. Bunun cavabını siz deyin. 3-dən 2-yə kimi geriyə gedirik də elə bil. Hmm, Deməli bu nədir? Başlanğıcdır. Son qiymətdir. Bu da irəli addımdır. 3 olacaq, bir nə olacaq? 3, daha sonra nə olar? sonra 1, Üstünə 2 gələcək. 5. Son qiyməti Beş. mənfi. Müəllim, bir söz deyim də. İndi üstünə 2 gəlsək, bu müsbətə doğru gedəcək də. Amma Aysa. bizim son qiymətimiz Yəni mənfi biz 3-də. heç vaxt son qiyməti almayacağıq. Bu elə davam eləyəcək. İndi yazaraq 3 üstə 2, 5, üstünə 2 gəlsə 7, plus 2, 9, plus 2, 11. Və bizim rəqəmlərimiz də 10-da dayanır. Ondan o tərəfə yoxdur. Bax, sadəcə bu hərflər Rəqəmlərin olacaq. sayına görə götürürüm. Sözdəki rəqəmlərin sayına görə götürürük. Sözdəki rəqəmlərin sayına görə, bəli. Çünki biz -3-ü heç vaxt almırıq. Və bu ardıcıllıqla da davam edir. Əgər sonsuz sayda olsa, bu sonsuz sayda belə davam edəcək. Çünki -3-ü heç vaxt almayacaq. İndi buna əsasən hansı söz yazılacaq? O, ma, Buna on, əsasən tı, 10 10 olacaq müəllim. 11-ci yoxdur deyə 10. Ayşə, bu şəkildə çap olunacaq. Əgər burada -2 olsaydı, indi bir dəfə də bu şərti dəyişək, birini də yazaq. Deməli, yenə yazırıq informatika sözü. Bu dəfə aya verirəm 3, -3, irəli addımda olsun -2. Bu zaman hansı söz çap olunar? -2-dirsə, onda 3-ün üstünə -2 gələrik. Eləyər 1. 1 gələcək. sonra yenə mənfi bir Sonra eləyər. 1 üstə gəl -2, -1. Sonra O da sonra -3. bir də üzərinə mənfi 2 gələn mənfi 3. Aha. Və bu zaman biz nə edirik? -3-ü götürmürük son qiyməti. 3-ü, 1-i və -1-i götürəcəyik. İndi və bir də bunun yazılışına fikir verməliyik. Bir dənə bunu nömrəliyim, göstərəcəm. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Buradan da nömrəliyə -1, -2, -3, -4. -10, -11. Biz burada cavabı boşluq alacağıq. Nəyə görə boşluq alacağıq? Başlanğıc qiymətimiz nədir? Başlanğıc qiymətimiz 3-dür. Son qiymətimiz nədir? -1. Aha, -3.
Başlanğıc qiymətlə son qiymət arasında aralıq götürə bilmərik. Niyə Ona da ki müəllim? çünki bax başlanğıc qiymətimiz nədir? Başlanğıc qiymətimiz 3-dür. Aha, oradan başlayacaq. Aha. 3-dən mənfiyə doğru bu tərəfə getməli idi. Hmm, Ona görə qiymət ala bilməyəcəyik. Bax bu tərəfə gələ bilmərik. Mənfiyə doğru hara gedir? Bu tərəfə gedir. Ona görə başlanğıc qiymətlə son qiymət arasında götürə bilmirik. Bax 3-dən sonra nə gəlir? 3-dən sonra 1 gəlir. 1-dən sonra -1 gəlir. -1 bu tərəfdədir. -3 bu tərəfdədir. Yəni həm bu yana, həm bu yana qiymət götürmək mümkün deyil. Biri bax bu tərəfə gedir, biri isə bu tərəfə gedir. Biz bunların arasında qiymət götürə bilmərik. Ona görə cavab olacaq boşluq. Kimə nə qaranlıq qaldı? Bilmirəm. Yəni mənfi müsbətə görədir də həm də hə. Yəni Mənfi biri müsbətə əks görədir, gedir. bəli. Əvvəl bu yana azalır, sonra bu tərəfə gedir. Yəni bunların arasında biz qiymət götürə bilmirik. Ona görə deyirik ki, cavab boşluqdur. İndi birini də yazaq. Yazıram A, -10, -3, bu zaman müsbət 2. Yenə informatika sözünü yazın. Və mənə deyin görüm, hansı söz çap olunacaq. Birinci -8 olur qiymət. aha, -8, sonra -6, -6 olur. sonra -4 olacaq. Sonra -2. Aha, Sonra bax mənfi 0. 10 niyə özün Yox, götürmədi? -2 olacaq. Mənfi 10, Götür. -8, Amma mən -6, -4, -6, -2, daha sonra 0. Olur. Gəlin bu qiymətləri yazaq, görək bunların arasında nəyi götürə bilirik. Nömrəliyək. müəllim, axı son qiymətimiz -3-dür. Niyə Ay sağ ol, sıfıra qədər gəldi? son qiymətimiz -3 olduğu üçün -4-də dayanacağıq. Bunları hesablamayacağıq. Aydındır, nəyə görə hesablamırıq? Kimə Yəni nə üstə qaranlıq? gəlmək istəyir. Elə. Necə Fəridə? Yəni son 3 vermişdi. Artıq ondan o yana Ay götürə sağ ol. bilmirik. Son qiymətimiz -3 olduğu üçün -2-ni, -0-ı yaza bilmərik. -4-də dayanır. İndi qiymət olaraq nəyə yazırıq? -10, -6, 8, -6 və -4. Bu da hansı sözlərdir? O, t, not. Not sözü çap olunacaq. Aydındır. Birini də yazıram. Bunu siz deyin. -1, 2, -4. Yenə başlanğıc qiymət, son qiymət, bir də irəli ad. -1, -1, -5, -5, -9. sonra -9. Bu mənfiyə doğru getdiyi üçün mənfi sonsuzluq olacaq da bu. Ay sağ ol. Hansı sözləri götürərik? Növbəti -13 eləyir. -13 yoxdur. Burada -11 dənə sözdür. Deməli, nəyi çap edəcək? -1-i, -5-i, -9-u çap edək. A, F, A, 2A, F. 2A yanaşı. 13-ü nə eləyir? 13-ü çap etmək. Olacaq da. Bəli. Özə -1-dən 2-yə qədər. 2-yə də diqqət eləməliyik ki, 2-dən o tərəfə keçməsin. Demək, son qiymətimiz nədir? Son qiymətimiz 2-dir. 2-dən o tərəfə keçə bilməyəcək. Nəyi götürəcək? -1-i götürəcək. -1 hardadır? -1-i götürdü. Bax, buradakı A-nı götürdü. Daha sonra gəlib burada -5-i də götürür. Bu A-nı da götürür. Amma
9'u daha götürə bilmir. Müəllim, bəs niyə K-nı götürmədi ki? Axı bizdə son qiymət 2-dir, mənfi 2 deyil. Çünki biz 2-ni heç vaxt ala bilməyəcəyik ona görə. Özü son Buradakını ala qiyməti nə bilmədik. olur? Son qiymətdə götürmür. Deməli, burada A-nı çap edəcək, bir də A-nı çap edəcək. -1-i götürdü, -1-dən sonra -5-i, daha -9-u götürə bilmir. Həmişə son qiymət götürmürük. Həmişə son İxtisas. qiyməti götürmürük, bəli. Amma bu sualda nəyə görə götürmürük? -1-i götürəndən sonra gəlib -5-i götürürüksə, artıq dala qayıtmaq olmaz. 2-dən o tərəfə də keçmək olmaz. Gəldim bu 2-yə, çatdım. 2-dən -9, 2-dən o tərəf deyil Əşrəf, o tərəfə keçə bilmərəm. Kimə qaranlıq qalır, bir də izah edeyim. Bax, yeni dərsdir. Aydındır müəllim. Aydın. Fərid, aydındır. Bax, aydın deyilsə müəllimə bir dəfə də izah eləsin. Bəli, müəllim, başa düşürəm. Məsələn. Aha, onda birinə də baxaq. Müəllim, bu videonu qrupa göndərəcəksiniz. Mən də göndərəcəm qrupa video izahı. Deməli, 2 nöqtə yazaq. 2 və -4. Yenə həmin informatika sözünə baxacağıq. Və buradan bir dənə belə bir qayda çıxır, onu da yazaq. Baxırıq, görürük ki, 2 dənə nöqtə var, amma başlanğıc qiymətimiz yoxdur. Əgər son qiymətimiz mənfidirsə, başlanğıc qiymətimiz -1 olacaq. Bunu burada qayda kimi yazıram. Mənfi olarsa son qiymət. Son qiymət. Mənfi olarsa başlanğıc da mənfi olur. Başlanğıc -1 olar. Yox, əgər son qiymət müsbət olarsa, başlanğıc 0 olacaq. İndi burada bizim son qiymətimizi nə verib? -4 verib. -4 veribsə bizim başlanğıc qiymətimiz nə olacaq? Başlanğıc qiymətimiz -1 olacaq. -1 götürüb bunu nə edirik? Yenidən hesablayırıq hansı sözlər çap olunur. İnformatika sözü yazılıb burada. Bunu mənfiyə görə nömrələyək. -1, -2, -3, -4, -5, -6, -7, -8, -9, -10 və -11. Müsbətə görə də nömrələrsək 9, 10. Və son qiymət nədir? 2-dir, düzdür? Son qiymət 2-ni ala bilməyəcək. Başlanğıc qiymət -1-dirsə, növbəti addım, irəli addım gəlsək -4 olacaq, -5, -9, -13 və sonsuza qədər davam edir. İndi biz nə edirik? 2-dən o tərəfə keçə bilməyəcəyik. -1-i götürürəm. -1-im nədir? A-dır. Daha sonra bu tərəfə gəlsəm başdan -5-i götürürəm. A-nı. -9-a getmək üçün gəlib bu dövrü başa vurub bu tərəfdən getməliyəm. 2-dən o tərəfə keçə bilmirəm. Keçə bilmədiyim üçün 2 cavab olacaq. A. Aydındır. Yəni -2 aralığından o tərəfə keçmək olmaz. İndi bir dənə də müsbət olanına baxaq. Dedik ki, əgər sonu mənfi ilə bitirsə, başlanğıc mənfi olur. Əgər sonu müsbətlə bitərsə, başlanğıc qiyməti nə götürərik? Müsbət götürərik. İndi 9, 3 yazdım. Sonu nə ilə bitir? Sonu 3 ilə bitir və müsbətdir. Müsbətdir, sonda başlanğıc qiymətinə götürürük, 0 götürürük. 0 götürsəm bu zaman hansı sözlər çap olunur? Deməli, başlanğıcım 0-dır, sonum 9-dur, irəli addımım 3-dür. 0, 3, 6. 9-u nə edir? Son qiyməti götürə bilmir. 3'ü 0'ı götürür, 3'ü götürür, bir də 6'nı. Hansı hərfdir? İ, O, A. Aydındır. Bəli. Bəli. Yəni, son olaraq bu qaydalara da baxaq, daha sonra testimizə baxarıq. 2 nöqtə qoyub -1 olsun. Bu qayda nə deməkdir? Həmin sözü tərsinə düzür. Tərsinə düzür. İndi hansı söz yazılıbsa,
Doğan için salam sözü yazılır. Sözü neyləyəcək? Tərsinə düzəcək. Yazılı qalsın 2 nöqtə -1 olsa sözü tərsinə düzür. Əgər A 3 dənə 0 qoyarsa, bu zaman xəta olacaq. Nəyə görə xəta olur? İrəli addımın sayı heç vaxt 0 ola bilməz. Aydındır. Və Lena anlayışımız var. Lena nə deməkdir? Lena simvolları sayır. İnformatika sözündə neçə dənə simvol var? Aynen. İnformatika sözündə 11 dənə simvol var, düzdür? Lena yazsa, Lena. Bu zaman A'ların yox, Lena nə deməkdir? Yəni bu adı. A bərabərdir yaxı informatikaya. açık. 11 dənə simvol çıxacaq. Ümumi simvolların sayını tapın. Neçə dənə simvol var? 11 dənə simvol var. Yo, bu sadəcə A-yı burada nə üçün yazmışam? Buradakı A bunu bildirir. Yəni A bərabərdir informatikaya. A-da neçə dənə simvol var? 11 dənə simvol. Aydın oldu hər kəsə. Bəli. Sınavlara baxaq. Kimin nə sualı var? Müəllim, Lena adlı simvol var sənədə. Axırıncı ayət. Ha, Lena bəli, ümumi simvolları say. Kimin nə səhvi var? Açsın qrupa baxaq. Kimin nə səhvi var? Açsın qrupa. Müəllim, oradan qeydiyyatdan keçərək də girə bilərsiniz əslində, amma atıram mən. Yəni ümumi dedim. Fərqli işləmirsən sınavı. İmtahanın nəticələrini mənə atmamısınız. Bəli, müəllim işlədim. Səhvlərinizi atın. Salam müəllimə. Tamam, hər vaxtın xeyirli olsun Asil. Hər vaxtınız xeyir olsun müəllimə. Asil, dərsi izah eləmişəm. Videonun izahı atacağım sənə. Bəli Yəni müəllimə. nə sualın Dərsi. olsa, nə sualın olsa verərsən. Sınavları necə işləmirsən Ya. Asil? Xeyr müəllimə. Baxacağam bu gün. Çalış mütləq bax. Müəllimə. Python izahıdır bəli. Aha, deməli bu sualda səhvlik eləmişsən, baxaq görək. Və deməli A-nı verib 10-dur, B 20-dir, C 100-dür. Pov nə deməkdir? Qüvvətə yüksəltməkdir, düzdür? A neçədir? 10. Onu 150. böləcək 100. Daha sonra B bərabərdir A vurulsun 2. A-nın yeni qiyməti 100-dür. 200 eləyəcək. C nəyə bərabərdir? A-nın qiyməti 100 plus B 200-dür. C bölünsün 5-ə alınan qalıq. C nədir? 30-dur. 30-u da 5-ə bölünsək qalıqda nə qalar? 0 qalar. 0. 100 Müəllim. 200. Bəli. Burada beyni axı bir deyil. Mən bilirsiniz nə eləmişəm? 20-nin qüvvəti kimi yox. Elə bil ki 20-ni 2-yə vurmuşam da beyni tapmaq üçün. Orada səhv Ay, yox. eləmişəm. Niyə deyib? Səhv Bax burada düzdür. Burada neynirsən? Burada 2-yə vurursan. Amma pov varsa pov nədir? Pov qüvvətə yüksəltməkdir. Burada bax neynədin? 10-u yüksəltdin kvadrata 100. Artıq buradakı 10-u qoya bilməzsən bura. A-nın buradakı 10 qiyməti yaddan çıxdı. A-nın yeni qiyməti nədir? Artıq A-nın yeni qiyməti 100-dür.
100 də vurduq 2-yə 200. Sən yəqin ki, bax köhnə qiyməti qoymusan bura. Bəli, müəllim. Gəl indi bunu axıra qədər hesablayaq. 100 plus 200, 300. A-nın yeni qiyməti bərabərdir A plus B-yə. A 100-dür, B 200-dür. A oldu 300. B nəyə bərabərdir? B bərabərdir B plus A-ya. Bax, əgər enter vurub aşağı düşməmişəmsə, mənim A-nın qiyməti də, B-nin qiyməti də hələ ki yuxarıdakı qiymətlərdir. Nə zaman yeni qiymət olar? Mən bu sətirdən aşağıya düşsəm, o zaman A-nın qiyməti 300 olacaq. Hələ ki A-nın qiyməti 300 deyil. Hələ ki hesablama davam edir. B nəyə Bəli. bərabərdir? B bərabərdir B plus A-ya. B-nin qiyməti neçə idi? 200 200. plus Bir də 100. 600. Bu yenə olacaq nə? 300. Daha Müəllim, sonra... indi bir söz soruşa bilərəm. Bəli, buyurun. Axı biz burada A-nın qiymətini, yeni qiymətini A plus B-dən 300 tapdıq. Aha, bax B-nin müəllimlər qiymətini tapdıq. bu hələ təsdiq olunmuyor. Hələ misal neyir? Davam edir. Bəli, Əgər mən bu sətirdən aşağıya başa düşdüm. düşsəm, bura gəlsəm, onda olardı B-nin A-nın qiyməti 300. Hələ ki bu vergüldürsə davam edir. Hələ ki təsdiq olunmuyor. Enteri vurub aşağı düşməmişəm. İndi B-nin qiyməti də 300 oldu. A-nın qiyməti, C-nin qiyməti bərabərdir A plus C-yə. A neçədir? 100-dür. C də 300-dür. Bu oldu. C-nin qiyməti oldu 4. İndi yenidən bu qiymətləri tapaq. Bax, indi A-nın qiyməti 300-dür. B-nin də qiyməti 300-dür. C-nin də qiyməti 400-dür. Artıq aşağıya düşmüşəm. İndi A nəyə bərabərdir? A bölünsün 5-ə. 300-ü 5-ə böləndə tam hissədə nə qalır? 60. 60. Yenə 300-ü 5-ə böləndə qalıqda nə qalır? 0. Pov bərabərdir. B-nin üstündə B-ni kvadrata yüksəldib, qalıqda qalan 10-a bölünür. B-ni Bəli. yüksəldən də B neçə idi? B 300. Yeni qiymət götürüyor deməli. Aha, yeni qiymət bəli. B-nin yeni buradakı qiymətini götürmürük. Yeni qiymətini. Əslində bu məntiqlə asan tapmaq. 300-ü kvadrata yüksəltsə 9000 ya da 90.000 eləyir. Onu da 10-a böləndə qalıqda heç nə qalmayacaq. Qalıqda 0 qalacaq. Deməli, C-miz də nəyə bərabər oldu? 0-a. A plus B plus C-ni istəyirsə 60 plus 0 plus 0 cavab eləyəcək 60. Aydındır. Bəli. Növbəti suala baxaq. Bu sualı kim atıb? Mən atmışam mən. Aha, baxaqlar. A-nın, B-nin, C-nin qiyməti A da, B də, C də 4-ə bərabərdir. A nəyə bərabərdir? A bərabərdir. Bu plus bilirsiniz nə deməkdir? Yəni A bərabərdir A plus 4 deməkdir. A-nın qiyməti neçə idi? 4 idi. Üstünə 4 gəlsə A neçə eləyir? 8 eləyir. B nəyə bərabərdir? B bərabərdir B plus A-ya. B-nin qiyməti neçədir? B-nin qiyməti 4-dür. 4-ün üstünə 8 gəlsəm eləyəcək 12. C də bərabərdir C plus B. C neçədir? 4-dür. B də 12-dir. 4 üstə 12 oldu 16. Bizdən A istəyir. Daha sonra B-nin 2-yə bölünməsini. A neçədir? A-nın son qiyməti 8-dir. B-nin də qiyməti 16-ya böləndə tam hissədə nə qalır? 16-nı 2-yə böləndə qalır 8. Hansı hissədə səhv elədik? Maçımı temizleyeyim. 8, 8. Mən A variantı yazmışdım. Ona görə seçdim. Yarın da Bir də baxaq, görək hansı hissədə səhv getdi. 8, 8 cavabı yoxdur. Yok, gelini sen bunun artık. Xahiş edirəm, kimsə səsi bağlasın da, çox səs gəlir. Ha, kimdən səs gəlirsə, zəhmət olmasa səsi bağlasın. A neçədir? A 4-dür. Daha sonra A-nın yeni qiyməti bərabər olur. A bərabərdir A plus 4-ə. Yəni 4-ün üstünə 4 gəlirəm. A oldu 8. B-nin qiyməti də bərabər olur. B plus A-ya. B-nin qiyməti neçə idi? 4 idi. 4-ün üstünə 8. Aha. Bax, məndə burada C bölü A-nı istəmir axı sonda. C-nin qiyməti 16 idi. B-nin qiyməti nədir? B-nin qiyməti 12-dir. 12-ni 2-yə böləndə tam hissədə nə qalacaq? 6 qalacaq. Cavab olur 8, 6,
C variantı. Mən A variantı yazmışdım. A variantı nə zaman olardı? Əgər print A-nı istəsəydi, sonra print B-ni istəsəydi, alt-alta olsaydı 2 dəfə, birində 8, birində 6 yazardı. Aralarında vergül var axı, ona görə yan-yana olacaq. 8 və 6 olacaq. Aydındır? Bəli. Daha sonra 7-ci suala baxaq. Bu sualda A-nı verib 5, B-ni verib 10, A-nı verib